Məsələn, bu şirniyyatlar sizin kimin zobu varsa onun dərmanıdır. Bu şirniyyatlar kimin qəbizliyi varsa ona çox gözəl təsir göstərəcək. Kimin ürək problemi varsa, kimin allergiya problemi, gluten yoxdur. Bu şirniyyatlarda gluten yoxdur. Bu şirniyyatlarda laktoz yoxdur. Təsəvvürünüzə gətirirsiniz, bu şirniyyatlarda şəkər yoxdur. Heç sintetik şəkər, heç biri yoxdur. Görün nə gözəl. Bu korobkanın qiyməti 20 manatdır. Sonra, bax belə balaca, yaxud belə balaca bir dənə alıb yeyib dadına baxa bilərsiniz. Ondan sonra deyə bilərsiniz ki, çox alın, yaxud kiməsə pay aparın. Xəstə yanına gedirsiniz, yaxud nə bilim, müəllimənizin ad günüdür, maraqlı bir hədiyyə. Bir də müəlliməniz əgər sağlamlığını qoruyursa, yaxud həkimə istəyirsiniz verəsiniz, nə bilim sizin... Bunlar dietik şirniyyatlardır. Bunların tərkibində şəkər yoxdur, gluten yoxdur, laktoz yoxdur, təbii protein var, təbii protein. Yəni, bax belə. Yəni, diyetlərinizdə də istifadə edə bilərsiniz. Şəkər xəstələri, yüksək, nə bilim, autizm problemi olanlar, bağırsağında qəbizliyi olanlar və yaxud da adam var, deyir, mən doymuram şəkərdən, şirniyyatdan, mən yeməkdən doymuram. Bax, birini yeyəcəksiniz, səhər-səhər birini yiyin, saat 4-ə qədər acımayacaqsınız. Görürsünüz nə gözəl. Bunun tərkibində 3 çeşiddə, görürsünüz, biri aşağıdadır kremin, biri budur kremin, bir də bu. 3 çeşiddə krem hazırlamışıq bunun tərkibinə. Tərkibində laktoz yoxdur, kakos südü var, laktoz yoxdur. Kakos südünü evdə özümüz hazırlamışıq. Çünki mən mağazadakı kakos südünə inanmıram. Sonra, tərkibində gluten yoxdur, ağ un yoxdur, şəkər yoxdur. Şəkər əvəzində təsəvvürünüzə gətirin, kilosu 50 manata olan bal qatmışam. Yəni, bu günlərim Azərbaycanda ucuz heç bir şey yoxdur. Bax, belə. Bayramlarda istifadə edə bilərsiniz, nə bilim, hədiyyə